Adam o qədər kasıbdır ki, məcbur qalıb pencəyini satmağa. Mən Həzrət Əlidən danışıram ha. Əba, yəni bugün pencək də. Evdə yeməyi yoxdur. Deyir, gedim qoy bu pencəyi, bu əbanı satım, görüm nə inirəm. Köhnə bir dənə əba. Nəyə satacaq Allah bilir. Gələk kasıbı, ən kasıb. Belə orta təbəqədən də aşağı bir adama satsın ki, onun buna imkanı olsun almağa. Yəni o qədər ucuzdur. 6 dirhəmə satdı. 6 dirhəm. Biraz buğda düşəcək, biraz xurma düşəcək. Onu da gələcək, üydəcək, çörək eləyəcək, pişirəcək, xurma çörək yiyəcəklər. İndi biraz da olsa süddən zaddan şər düşməz. Gəldi evə. Evə gələndə bir fəqir rastlaşdı. Dedi, ya Əmirəl-Möminin heç nəyim yoxdur. Qalmışam biçarə. Uşaqlar evində acından ölür. Xəcalət çəkirəm evə girməyə. Ümumiyyətlə Allah heç bir kişini belə bir imtihanla, xəcalətlə imtihan eləməsin. Əmirəl-Mömin dözə bilər. 6 dirhəmin elə 6'sını da verdi ona. Gəldi evə, Həzrət Zəhra baxır. Əba yoxdur. Ərəndə də bir şey yoxdur. İndi Allah ilah eləsin. İmanı olmayan deyər Allah ilah eləsin də indi olmasın. Heç kim arzulamıram. Deyər it də getdi, ip də getdi. Getdi əba satmağa, əba da getdi, pul da getdi. Amma gör nə dedi? Bu müqəddəsə nə dedi? Bu əzəmətli uzma xanım nə dedi? Dedi, elə xeyirlisən ya Əli. Hara dönürsən qabağa xeyir çıxır. Bunu öyrənən xanım gör indi Əli ilə necə rəftar edirlər. Onun kasıblığında da, onun çətdarlığında da. Dedi, o qədər Allah sənə fəzilət verib, hara dönürsən xeyir çıxır qabağa. Getdin bizi sirab etmək üçün, bizi dolandırmaq üçün, yəni bizə bir şey gətirmək üçün başqasını getdin. Problemini aradan qaldırdı. O da çıxdı bayıra, bir nəfər dedi, dəvə satıram. Dedi, neçəyə satırsan? Yox, ələsən, dedi, mənim pulum zadım yoxdur. Dedi, nəyə inirsən pulun? O anda verərsən də, mən satıram. Dedi, neçəyə satır? Dedi, 60 dirhəmə. 6 dirhəm verib, 60 da bu yandan yükləndi. Əmirül-Möminin dedi, mənim pulum yoxdur. Dedi, mən bu dəvəni qoyuram, gedirəm. Haçan olar verərsən. Elə biraz keçdi üstündən, biraz da çox az. Biri dedi ki, ya Əmirəl-Möminin bu nə qəşəng dəvədə alıram bunu. Əmirəl-Möminin neçəyə alırsan? Dedi, 120 dirhəmə. 120 dirhəmə alıram. Mövla dedi, satdım. Aldı 120 dirhəmi, çağırdı o birisi 60 dirhəmə satanı. Onun 60 dirhəmin qaytardı. 60 dirhəm qalıb da indi əlində. Xeyrə ilahidir ha bu. 6 dirhəm verib fəqir. Özü ehtiyaclı idi, özü möhtac idi.